Nilay həyatına çətin bir sınaqla başlasa da, bugün onun yolunu sevgi, birlik və mərhəmət işıqlandırır. Nilayın valideynləri Adil Əliyev və Günay Əliyeva 2020-ci ilin 11 oktyabr tarixində Gəncə terroru zamanı şəhidlik zirvəsinə ucaldılar. Onlardan yadigar qalan balaca Nilay bugün hər bir addımında Azərbaycan xalqının böyük sevgisini, diqqətini və qayğısını hiss edir. Yaşad Fondunun dəstəyi ilə Nilay Xəzər Universitetinin Dünya Məktəbində təhsil alır və gələcəyinə daha güvənli bir şəkildə addımlayır. Atasının, anasının da arzuları var idi. Nilay böyüsün, həkim olsun. İndi hələ uşaqdır, özü seçimini özü eləyəcək. Amma mən öz gücümü sərf eləyəcəm ki, Nilay təhsilli olsun, yaxşı təhsil alsın. Müəllimlərin dediyinə görə, qiymətlərinə görə, ballarına görə Nilayın təhsili yaxşıdır. Nilay çox çalışqan şagirddir. O təkcə aktivliyi ilə deyil, eyni zamanda şəxsi keyfiyyətləri ilə fərqlənir. Nilay kimi şagirdlərə dərs demək bizim üçün çox qürur verici haldır. Fond tərəfindən təşkil olunan məktəbli ləvazimatı və hədiyyə kərvanı kimi layihələr vasitəsilə Nilay hər gün Azərbaycan xalqının öz övladına necə dərin bir sevgi ilə sahib çıxdığını görür. Biz bugün Nilayın gülüşünü qorumaq, sabahını isə daha işıqlı etmək üçün bir aradayıq. Nilayın gələcəyi daha güvənli olsun deyə onun adına 5000 manat məbləğində əmanət hesab da açılıb. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Nilaya ən böyük qürur verici gün 2025-ci il 27 sentyabr Gəncədə memorial abidənin açılışı günü oldu. Sağ olsun prezidentimiz görən kimi Nilayı çağırdı, açılışı Nilay ilə birlikdə qeyd elədi. Doğrudan da Nilay həmişə hər yerdə deyir ki, mən dəmir yumruğun əlindən tutmuşam. Mən onun əlindən tutanda çox həyəcanlı olmuşdum. Çünki mən onu çox vaxt televizorda görmüşəm, amma həqiqi həyatda heç vaxt görməmişdim. Məndən soruşdu ki, adın nədir, neçə yaşın var, harda oxuyursan? Mən dedim, adım Nilaydır, Dünya Məktəbində oxuyuram, 2-ci sinif. O dedi, lap yaxşı. Şəhid övladlarını dəstəkləmək və onlara sevgimizi göstərmək hər birimizin ürəkdən hiss etdiyi borcudur. Nilay yalnız tək bir insanın deyil, bütün xalqımızın balasıdır və biz onun yanındayıq.